Salam, hər birinizi xoş gördük. Biologiya 2025 DİM test toplusu 2-ci hissə maddələr mübadiləsi, energetik və plastik mübadilə mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. 201-ci testə baxaq. Bir zülal molekulunun sintezi 20 saniyəyə başa çatır. Bir amin turşunun zəncirə birləşməsinə maksimal vaxt sərf olunarsa, onda həmin zülal neçə amin turşu qalığından ibarət olar. Biz bilirik ki, bir amin turşunun zəncirə birləşməyi 0,2 saniyə çəkir. Bizə də deyir ki, zülal sintezi 20 saniyəyə başa çatıbdır. X amin turşunun da onda zəncirə birləşməyi olacaq 20 saniyə. Deməli, buradan X-i tapırıq. X də bərabər eləyir 100 amin turşuya. 202-yə baxaq. Ribosom emerenti üzərində maksimal sürətlə hərəkət edir. Polipeptid zənciri 150 amin turşu qalığından ibarət olan bir zülal molekulunun sintezi hüceyrədə neçə saniyə çəkər? Baxaq. Dedik ki, bir amin turşunun deməli zəncirə birləşməsi 5/1, 6/1 saniyə çəkirdi. Bizə də buradan deyir ki, maksimal sürətlə hərəkət edir. Maksimal sürətlə hərəkət etdiyinə görə onda deyirik ki, bir amin turşunun zəncirə birləşməsi bir amin turşunun zəncirə birləşməsi əgər maksimal dediyinə görə 6/1 saniyədirsə, onda 150 amin turşunun birləşməsi neçə saniyə olar? X saniyə olar. X də buradan bərabər eləyər 25 saniyəyə. 203-ə baxaq. Ribonukleaza zülalı 124 amin turşu həlqəsindən təşkil olunmuşdur. DNT molekulundakı neçə nukleotid bu zülalı kodlaşdırar? Biz bilirik ki, bir amin turşu 3 nukleotiddən ibarətdir. Bizdə də deyir ki, 124 amin turşu var. Onda 124 amin turşu neçə nukleotiddən ibarət olar? 124-ü vururuq 3-ə, o da bərabər eləyir 372 nukleotidə. 204-ə baxaq. Orta nisbi molekul kütləsi 22.000 olan zülalın polipeptid zəncirini kodlaşdırmaq üçün nə qədər nukleotid tələb olunur? Baxaq. Deməli, zülalın molekul kütləsini verib bizə. Əvvəlcə tapaq görək bu zülal neçə amin turşudan təşkil olunubdur. Demək, nə edirik? Bunu tapmaq üçün əvvəlcə zülalın molekul kütləsini bölürük 100-ana ki, baxaq görək hələ. Burada neçə dənə amin turşu var? Tapıram ki, bu da eləyir 200. Demək, 200 dənə nə var? 200 dənə amin turşu var. Bizə burada deyir ki, neçə nukleotid tələb olunur? Bir amin turşu neçə nukleotiddən ibarətdir? Bir amin turşu 3 nukleotiddən ibarətdir. Biz də tapdıq ki, neçə amin turşumuz var? 200. 200 amin turşu da X nukleotid olar. X də bərabərdir buradan 600 nukleotidə. Sonra 205-ə baxaq. Deyir, glikoliz zamanı 72 qram su əmələ gəlmişdir. Bu zaman yaranan ATF molekullarında neçə mol adenin azot əsası olar? Əvvəlcə ATF-ni tapaq. Deməli, 72 qram su əmələ gəlibdir. Biz bilirik ki, 1 qram su deməli 1 mol su 18 qramdır. Və glikoliz prosesi zamanında 2 mol su ayrılırdı. Yəni, glikoliz prosesinin reaksiyasını əzbər bilənlər yəqin ki, yadına düşdü. Orada 2 mol su ayrılırdı və 2 mol suyu da qram olaraq tapanda eləyirdi 36 qram. Ona görə də yazıram ki, əgər 36 qram su molekulu yarananda ATF molekulları 2 mol idisa, yəni 2 mol ATF yaranırdısa, onda 72 qram su molekulu yarananda nə qədər ATF olar? X-i buradan tapdım ki, 4 dənə ATF-dir. ATF-in də quruluşunu yəqin ki, xatırlayırsınız. Necə idi? ATF-in quruluşu 1 dənə adenin azot əsasından, 1 dənə ribozadan, 3 dənə də fosfat turşusundan ibarətdir. Deməli, bir ATF-də bircə dənə adenin var. Mən də neçə ATF tapmışam? 4 dənə. Deməli, 4 ATF varsa, 4 dənə də onda elə adenin azotlu əsası olar. Demək, 205-də düzgün gələn cavabımız oldu 4. 206-ya baxaq. Deyir ki, canlının emerentesindəki bütün kod tripletləri adenin nukleotidi ilə başlasaydı, onda bu emerentədə maksimum neçə növ kod tripleti ola bilərdi? Biz demişik ki, bütün nukleotidlərlə, yəni başlayan, məsələn, adeninlə, timinlə, guaninlə, sitazinlə fərqi yoxdur. Hər biri ilə başlayanların sayı 16-dır. Ona görə də elə deyir ki, bizdə adeninlə başlasaydı, onda elə 16-da olardı. 207-yə baxaq. Deyir ki, canlının emerentesindəki bütün kod tripletləri guanin nukleotidi ilə başlansaydı, onda bu emerentədə maksimum neçə növ kod triplet olardı? Onda yenə də deyəcək ki, 16. Baxın, bu 16-nı hardan alırıq?
Belə yazırdıq. 4 üstü 3 bərabərdir 64. 4 nəyi göstərirdi? Nukleotidin sayını. Yəni bax adenin, timin, guanin, sitozin. Bunları yazdım. 4 dənədir. 64-ü 4-ə böləndə düşür 16. Demək bunların hərəsindən 16 dənədir. Bunu belə yadda saxlayın. Hərəsindən 16 dənədir. Kod triplet 16 dənədir. Kodlaşdırıcı deyəndə, amma biz deməli kodlaşdırıcı olanda o 3 dənə kodlaşdırmayanı çıxıb ondan sonra sayını deyirik. Bizə halbuki yəni hal-hazırda daha doğrusu kod tripletlərini deyirdi. Deməli burada da 16 oldu. İndi 208-ə baxaq. Canlının mRNA-sindəki bütün kod tripletləri sitozin nukleotidi ilə başlasaydı, onda bu mRNA-də maksimum neçə növ kod tripleti olardı? Yenə də deyəcəyik ki, 16 kod tripleti olardı. 209-a baxaq. mRNA 400 nukleotiddən təşkil olunmuşdur. Bu mRNA-nin sintezi zamanı əmələ gələn su molekullarında protonların sayını deyir ki, tapaq. Deməli, deyir ki, mRNA 400 nukleotiddən təşkil olunmuşdur. Baxaq. Deməli, mRNA-də zülal sintezi zamanı, əgər xatırlayırsınızsa, mRNA-dən zülal yarananda ayrılan suyun miqdarı N-1 düsturu ilə tapılırdı. Burada da deyir ki, 400 dənə nukleotidimiz var. 400 nukleotidim varsa, onda nə yazacağım? N-1-in yerinə 400-1 yazacağım. Bu da olacaq 399. Mənə də deyirdi ki, burada olan su molekullarında olan protonların sayını. Bir su molekulunda 10 proton var. 399 molekul su almışam. Ona görə də 399-u vururam ona. Bu da eləyir 3990. Sonra baxaq. Deməli, 210-a baxaq. Orta nisbi molekul kütləsi 33.000 olan bir zəncirli zülal molekulunun uzunluğu neçə nanometr olar? Bir amin turşu halqasının ölçüsü də 0,35 nanometr deyir ki, bərabərdir. İndi baxaq. Deməli, bilirək. 33.000 deyir bizə. Zülalın nisbi molekul kütləsi 33.000-dir. Birinci deyərik, 33.000-i bölərik 110-a. Baxaq görək, burada neçə dənə amin turşu var? 33.000-i bölürük 110-a. Bu da bərabər eləyir 300 amin turşuya. Baxın, mötərizədə bizə onsuz da veribdir. Deyir ki, bir amin turşu halqasının ölçüsü 0,35 nanometrdir. Mən də tapdım ki, 300 amin turşum var. Yazıram, bir amin turşunun əgər ölçüsü maksimal demir də minimaldan soruşur. Ona görə 0,35-dirsə, onda 300 amin turşunun üçün nə qədər olar? X qədər olar. X də buradan bərabərdir 105 nanometrə. Sonra baxaq 211-ədir. Orta nisbi molekul kütləsi 22.000 olan bir zəncirli zülal molekulunun uzunluğu neçə nanometr olar? Yenə də həminki kimidir. Nə edəcəyik? Bu dəfə də 22.000-i eynən baxın bu tapşırıq kimidir. Yazıram 22.000 bölə 110. Bu da bərabər eləyər nə qədər? 22.000-i 110-a böləndə düşür 200. Bir amin turşunu baxın mötərizədə yenə də veribdir 0,35. Bir amin turşunun əgər uzunluğu 0,35 nanometrdirsə, onda 200 amin turşunun uzunluğu nə qədər olar? X qədər olar. X də buradan bərabərdir 70 nanometrə. Demək, bu da olar 70 nanometr. 212-yə baxaq. Bir zəncirli zülalın birincili quruluşunun əmələ gəlməsi üçün neçə amin turşu yalnız bir peptid rabit əmələ gətirir? Demişik ki, zəncirin bir əvvəlində, bir də sonunda olan yalnız bir peptid rabit əmələ gətirir. Ortada olanlar isə 2 peptid rabit əmələ gətirir. Ona görə də buradan deyirik ki, 2 dənəsi yalnız bir peptid rabit əmələ gətirər. 213-ə baxaq. 124 amin turşudan ibarət deməli, zülal zəncirinin birinci quruluşunun əmələ gəlməsi zamanı neçə amin turşu 2 peptid rabiti əmələ gətirir? Demək, dedik ki, 2 dənə amin turşu yalnız bir peptid rabiti əmələ gətirir. Burada deyir ki, 2 peptid rabiti əmələ gətirir. Neyniyərik? 124-dən çıxarıq həminki o bir peptid rabiti əmələ gətirəni. Yəni 124-dən çıxaram ikisini, 2 dənəsi bir peptid rabiti əmələ gətirirdi. Burada da qalar 122. Deməli, 122 dənəsi də 2 dənə peptid rabitəsi əmələ gətirir. 214-ə baxaq. Glikozanın parçalama mərhələsi oksigenli mərhələni veribdir. Yaranan ATF molekullarında ortofosfat turşusu qalıqlarının sayı və su molekullarının kütləsini veribdir. Oksigenli mərhələdə deyir ki, ortofosfat turşusu qalıqlarının sayı. Birinci bunu tapaq. Bir dənə ATF-də bilirik ki, 3 dənə fosfat turşusu olur. Bu da deyir ki, 36 mol fosfat turşusu var. Onda neçə ATF-də 36 dənə fosfat turşusu olar? Baxaq görək bu neçə eləyər? Deməli, buradan X bərabər eləyir 12 ATF-yə.
Deməli, oksigenli parçalanma zamanı bilirsiniz ki, reaksiyanı xatırlayırsınızsa əgər, reaksiyada 36 ATF yaranırdı və 36 ATF yarananda da 42 molekul su ayrılırdı. 42 molekul suda çəki olaraq, yəni kütlə olaraq dediyinə görə molekulların kütləsini qramla soruşub. 42-ni vururam 18-ə ki, baxım görüm neçə molekul su eləyir. Bu da eləyir 756. Deməli, oksigenli parçalanma zamanı 36 ATF yarananda 42 molekul su ayrılırdı ki, bunun da kütləsi olurdu 756. Biz neçə ATF tapdıq? 12 dənə ATF tapdıq, yəni 12 mol. Onda 12 mol ATF yarananda neçə qram üzvü maddə yaranar? Daha doğrusu su yaranar. X bərabərdir, 12-ni vururam 756-ya, onu da bölürük 36-ya. Bu da bərabər eləyir, ixtisar eləyib bir-birinə vursaz, bu da bərabər eləyər 252 qram deməli suya. Deməli, 215-ə baxaq. Deyir, ATF-nin sintezi prosesində 4 molekul AMF sərf olunmuşdur. Sintez olmuş ATF molekullarının makroergik rabitələrində neçə kilojul enerji toplanmışdır? Baxın, bir AMF birləşəndə, yəni bir AMF-dən daha doğrusu, üzərinə fosfat turşusu gələndə 2 molekul alınırdı 1 ATF. Bu da deyir ki, 4 mol AMF sərf olunub. 4 mol AMF sərf olunubsa, onda buradan da 4 ATF yaranacaq. 4 dənə ATF yaranar. 1 ATF-dən 80 kilojul enerji olur. Biz neçə ATF yazmışıq? Tapmışıq ki, daha doğrusu 4 dənə ATF, yəni yazdığımız da elə 4-dür. 4 ATF-dən nə qədər olar? X qədər olar. X də buradan bərabərdir 320 kilojul enerjiyə. Deməli, 216-ya baxaq. Deyir, energetik mübadilənin oksigenli mərhələsi zamanı 3168 qram karbon qazı əmələ gəlmişdir. Bu zaman neçə kilojul enerji istilik şəklində ayrılmışdır? Deməli, xatırlayırsınızsa, oksigenli mərhələdə, yəni oksigenli mərhələni verib onsuz da, orada 2600 kilojul enerji yaranmışdı. Mən reaksiyanı yazmıram ki, vaxtımız çox getməsin, amma reaksiyanı əzbər bilmək lazımdır. 2600 kilojul enerjinin, baxın, 1440 kilojulu ATF şəklində toplanırdı, 1160 kilojul isə itirdi. Deməli, oksigenli parçalanma zamanı orada 6 molekul karbon qazı yaranırdı. Karbon qazı deyir. 6 dənə karbon qazı yaranırdı. İndi karbon qazının molekul kütləsi, burada molekul kütləsi ilə verdiyinə görə mən bunun molekul kütləsini tapmalıyam. Yəni 6-nı vururam 44-ə, tapıram ki, burada deməli, karbonun molekul kütləsi nə qədər olacaq? Baxıram ki, elədi 264. Yəni, ümumi reaksiyada 6 karbon qazı ayrılırdı, 2600 kilojulda enerji ayrılırdı. İndi baxın, karbon qazının molekul kütləsini tapdım. 264 qram karbon qazı yarananda, əgər, deməli, bu zaman istilik şəklində ayrılanı soruşurdu. 1160 kilojul enerji itirdisə, bizə nə deyib? Deyir ki, 3168 qramda da X olar. Buradan X bərabərdir. Tapırıq ki, eləyir 13920 deməli kilojul enerji istilik şəklində ayrılmış olacaq. 217-yə baxaq. Energetik mübadilənin oksigenli mərhələsində 3168 qram karbon qazı əmələ gəlmişdir. Bu zaman neçə qram süd turşusu parçalanmışdır? Oksigenli mərhələdə bilirsiniz ki, 2 mol süd turşusu parçalanırdı. 2 mol süd turşusu da neçə deməkdir? 2 mol süd turşusu da 180 qram idi. Deməli, 180 qram süd turşusu parçalananda nə qədər karbon qazı ayrılırdı? Bax, dedik ki, bayaq 6 karbon qazı ayrılırdı və 6 mol karbon qazında qramını tapdıq ki, elədi 264. Deməli, 180 qram süd turşusu parçalananda 264 qram karbon qazı yaranırdı. Onda neçə qram süd turşusu parçalanıbdır ki, indi də 3168 qram deyir yaranıbdır. Buradan da X bərabər eləyir 2160 qrama. Sonra 218-ə baxaq. Deyir ki, hüceyrədə qlikozanın tam parçalanmasından 114 mol ATF sintez olunmuşdur. Sintez edilmiş ATF-nin neçə molu oksigenli parçalanma mərhələsində əmələ gəlmişdir. Tam parçalanma dediyinə görə oksigenli və oksigensiz mərhələni nəzərdə tutur. Oksigenli mərhələdə bizdə 36 ATF yaranırdı. Oksigensizdə də 2. Deməli, tam parçalanma zamanı neçə mol ATF yaranırdı? 38. Deməli, tam parçalanma zamanı yaranan bu 38 ATF-nin deməli, 2
oksigenli parçalanma deyəcək, əmələ gəlmişdir. Demək 36-sı əgər oksigenlidə yaranıbdırsa, bu mənə 114 dənə deyir. 114 dənə ATF yarananda, onda bunun neçəsi oksigenli mərhələdə yaranacaq? X-i. X bərabərdir buradan 108-ə. Bu birisinə baxaq. Deyir ki, 219-da hüceyrədə qlikozanın tam parçalanmasından 114 mol ATF sintez olunmuşdur. Sintez olmuş ATF-nin neçə molu oksigensiz parçalanma mərhələsində əmələ gəlmişdir? Yenə yazırıq. Deməli, 38 ATF yaranmışdı. Tam parçalanmada yazıram. 38 ATF-nin əgər 2 molu oksigensiz parçalanma zamanı yaranıbdırsa, onda 114 dənə ATF-nin neçəsi oksigensiz parçalanma zamanı yaranar? X də buradan bərabər eləyər 6 mol, deməli, ATF-yə. 220-yə baxaq. Deyir, DNT molekulunun bir zəncirinin müəyyən sahəsində amin turşu kodlaşdıran 100 triplet varsa, bu sahədəki informasiya əsasən baş verən transkripsiya və translyasiya prosesləri zamanı neçə molekul su ayrılar? Transkripsiyada 3N-1, translyasiyada isə N-1 idi. Bu ikisini cəmləsək, yazırıq 4N-2. Buradan mənə neçə dənə nukleotid verib? 300. Demək, yazıram 4, deməli, 400, çünki mənə deyir ki, 400 nukleotid var. 400-dən çıxaram, deməli, 2 dəqiqə. Qoyuram yerinə düsturda. Bax, 4-dən çıxaq 2 idi. 400-dən çıxıram 2-sin. Buradan da bərabər eləyir 398 qram, deməli, su molekulu. Mənə deyir ki, neçə molekul su ayrılar? Biz də tapdıq ki, 398 olar.